Başlayırıq. Artıq başlamışıq. Mən Fidan Babayeva. Dünənə kimi Solomedin laboratoriya sahəsində çalışırdım. İndiyə kimi də məqsədimə çatdığımı fikirləşirdim. Amma bundan sonrasında Gel. Gel Fidan, gel. Əyləş. bağışlayın doktor, narahat edirəm. Aferin Fidan. Sen bacar. Ona göre seni burada kalıp işlemeye layık görürüm. Çox sağ olun doktor, amma mən istəmirəm. Başa düşmedim. Sen bundan mənə karşı durmak istəyirsən, ya istəyirsən ki, sənin burada kalmaq üçün təkid edeyim. Yox, xeyr. Sadəcə mən rayona getmək istəyirəm, ailəmin yanına. Özün bilərsən, seçim sənin, qərar sənin. Sən Solomiddə olmayanda da, Solomid varı da, sən olanda da səndən soru da olacaq. Əsas odur ki, xeyli təcrübə qazan. Elə təcrübə olaraq da qalsın. Yaxşı yol. Amma nə çətinliyin olsa mənə deyərsən. Sən sənə uğurlar filan. Həm də burada təcrübə keçdiyim üçün sənə sertifikat verəcəyik. Çox sağ olun doktor. Fidan, Bəli. sabah bura jurnalistlər gələcək. Müsahibə üçün. Mən də onlara səndən Dürdanə doktor haqqında danışdım. Gəlsən yaxşı olar. Amma söz vermişəm. Başla doktor. Gələcəm. Sağ olun. Bence işinde kalıp özünü inkişaf ettirə bilərsən. Mən rayonda da inkişaf edə bilərəm. Yox, məncə sən özünü cəzalandırırsan. Əslinə qalsa mən bilmirəm nə edirəm, amma mən heç kimi cəzalandırmıram. Bax gözünü yum. Fikirləş salamətdəsən. Gör sənin üçün nə məna ifadə edir.
Bax, onu fikirləşəndə həmən xatirə sənə kömək olacaq. Mən bilmirəm sən mənim niyə burada qalmağımı istəyirsən. Amma mən nə qərar verməli olduğumu çox yaxşı bilirəm. Sən mənə görə narahat olma. Fidan, mən sənə nəsə pis şey demirəm. Niyə mənim sözümü yozursan ki? Yozmuram mən heç nə. Həm də ki, bayaqdan bu nə soyuq münasibətdir, yoxsa... Sən məndən ayrılmaq istəyirsən, yoxsa? Başlamış bir şey var ki, usta ayrılaq. Hə, deməli bizdə heç başlamamışdı, hə? Yəni sən əgər başlamırsansa bu sənin problemindir, mənim deyil. Yaxşı. Üzüylü say sənə mane oldu. Alo. Can mama. Yaxşıyam. Siz necəsiz? Hə, sabahları klinikaya gələcəklər intervyu almağa hamıdan. Bilmirəm hansı kanaldır. Yaxşı. Mama, mən sənə əslində bir şey danışmaq istirdim. Hə, indi yoxdur amma sonra. Mən yatım, sabah axşam sənə zəng eləyərəm, danışarıq. Yaxşı. Öpürəm mən də. Salam xanım. Biz Salam. intervyu almağa gəlmişik. Məqsədimiz Salomedi Ha, tanımaqdır. nə gözəl. Keçin əyləşə elə biz də sizi gözləyirik. Çox sağ olun. Aha. Özünüzü necə təqdim edərdiniz? Solomedin direktoru və baş həkimi. Bu sahəyə laborant həkim olaraq başlamışam. Həm baş həkim, həm də direktor olmaq çətin deyil. Başqalar üçün çətin ola bilər. Amma mənim üçün o qədər də çətin deyil. Çünki sevdiyim sahədir. Sevinç. Sevinirəm. Çünki bunun sayəsində insanlar sağalır. Amma mən bu yolda tək deyildim. Dülənə doktor da mənə inanıb, mənlə birlikdə bu yola çıxdı. Fidan mənə yeni qan verdi. Fərqli düşünməyi öyrətdi mənə. Əgər bugünə qədər öyrəndiklərimin çərçivəsində qalsaydım, yəqin ki, hələ də virusla bağlı analizləri yoxlayırdıq. İlcanə, Hə, çox həyəcanlıyam. İlk dəfədir kamera qarşısına keçəcəm. Ay qız, niyə həyəcanlısan, Həmişə selfie çəkirsən, canlı açırsan. Bu da yeni şeydir də. Necə eyni şeydir? Neysə, o bir yana. Görürsən, mənlə danışacağam orada. Yəqin sual verərlər, mən də cavablayaram. Hə, elə olacaq da, sual verəcəklər, sən də cavablayacaqsan. Klinikanın söz söhbətlərini açıb töküb danışmayın. Ay qızaq eləmə desən də. O qədər də yox da. Buyurun. Məni burada halı çox istəyir. Özü də hər şeylərini mənlə bölüşürlər. Çünki bilirlər ki, məndən söz çıxmaz. Bəs necə oldu Salomeddə işə başladınız? Hə, deməli mən bura müayinə üçün gəlmişdim. Onlar da mənə iş təklif elədilər. Mən də tibbi bitirmişəm axı. Biraz fikirləşib qəbul elədim. Bir an qapıdan içəri girəndə yaxınlaşdılar mənə ki, qorxmaz bəs sizsiniz. Dedim hə. Dedi ki, bəs sizdən asılı mübahisə alacaq. Mübahisə nədir? Əvvəl o Qorxmaz. Sən yenə də çox danışma. Qoy gözdən düşeyim. nədir, nə var onu deyirəm, də düzgün danışıram da. Yaxşı. Buyurun. Əslində İlyas doktor bir ara mənə dedi ki, sən bir dənə apteka aç, Parmazoni. Mənim də əslində işə ehtiyacım yoxdur. Özümün qıraqda obyektim vermişəm ariyamda. Bir ara çıxmaq istəyirdim burada. Qızlar başladı ki, qorxmaz, mən ölüm çıxma, hara gəlirsən, sənsiz biz neynəyəcəyik? Mən də ki, belə baxmayın, bərk adamam, ürəyim yumuşaqdır. Ağsaqqal, çəkiliş yeri üzr istəyirəm. Kim lazımdır? Müsahib olmaqdır məram.
Siz yəqin Hamlet doktorsunuz. Bəli, özü ki var. Kimdir bizi mən eyləyəcək bağı cinadan? Məvruzi pədərdir, girəriz, xanə bizimdir. Başa düşdünüz? Gözün xanamıza girmək istəyir. Uşaqlar, hazırıq. Kamerada necə görünürəm? Siz nəinki kamerada, həyatda da gözəl görünürsünüz. Tamam, başlayaq. 8-11-4. Mən ruhən ora aidəm. Yəqin Solomedi nəzərdə tutursunuz. Yox, Notre Dame. Hə, kilsə oturdum. Notre Dame müzikli. Həmişə ona Parisdə baxmağı arzulamışam. Aydın. Mənimki futboldur, bir də maşınlar. Yəni ailəmdən qalan boş vaxtlarımı demək olar ancaq buna fikirləyirəm. Shopping, səyahət, rəfiqələrimlə görüşmək, ailəmdən qalan boş vaxtları buna sərf edirəm. Fidan bura təzə gəldi. Hamı da onu çox istəyir. Özü də burada analiz verməyə gələn bir oğlandan tanış olub. Məndən eşitməmisiz ha. İşimi sevirəm, insanları sevirəm. Onlar ilk dəfə gələndə məni görürlər. İlk dəfə problemlərini mənlə bölüşürlər. Həm də bu mənə çox fərqli bir motivasiya verir. Nə yanar kimsə mənə atəş dildən özgə, nə açar kimsə qapım badi səbadan qeyri. Mən buranın mühafizəçisiyəm. Mən burada olduğum müddətdə burada heç nə ola bilməz. Bir də mənə çatmır ki, bu kainat gözəlləri niyə ancaq dünyadan seçilir, kainatdan yox? Sadəcə canlamağa başlayırdın ki, sən də gedirsən. Tutturmaq üçün gedirəm. Əlaqəmiz kəsilmir. Vaxtlar ilə heç maraqlarımız da getmişdi. Bir sözüm filan. Mən sən getməyinizdim. Bir film qəhrəmanı olsaydınız, hansı qəhrəman və yaxud hansı obraz olardınız? Bir də hansı film sizin həyatınızı əks etdirərdi? Veronikanın ikili həyatı. O film elə bil mənim həyatımdan danışır. Ana filmindəki Jennifer Lawrence-ın obrazı. Scarface, Çapıqlı Üz, Tony Montana. Qara quşu. Qurtlar Vadisi. Amma yox. Bir dəfə bir dənə kinoya baxmışdım. Fil adam. O kinoya baxdım. Səhəri qədər özümü gələ bilmədim. Nə qədər havalı. Çox təsir eləmişdi mənə. Malus i Carlos. Ay, można jeszcze raz. Malus i Carlson. Agora filmindəki Yapatiya. Değilsin uzak. Arrival filminin baş qəhrəmanı. Qızla bəlkə pizza zakaz eləyək. Yaxşı olar, mən də istəyirəm. Əla. Mənim iştahım yoxdur. Zачем Fidan? Ne oldu? Yeməyə nə fikirləşmisiniz? Pizza. Onda biz də qoşulaq da sizə. Хорошо, давайте. Mən sifariş verirəm. Mən də istəyirəm. Давай. Hə, yaxşı, başqa gələn yoxsa sifariş ver. Hətta hamınızı mən qonaq edim. Oo, krasavçik. Давайте. Şuralar pizzalar geldi. Ha? Şey. Bu şey değil. Что это? Pizza. Это пицца? Da. Aldığın şey bundan artıq olmayacaq ki. Sən hələ bu da çoxdur. Mayonez var. Что? Mayonez. Да, есть. Olmaz, hələ heç başlamamışıq. Возьми. Salamet sizin üçün nə ifadə edir? Salamet mənim üçün qərarlarımın arxasında durmağı, məsuliyyətlə yanaşmağı öyrətdi. Ən əsası da dəqiqliyi, məsuliyyəti vurğuladı.
bir də peşəkarlığı ifadə edir. Solomiyat mənim üçün uşaqlara xidmət etməyi ifadə edir. İnsanları gülər üzlə qarşılamaq. İşlər nə qədər çox olsa da dəyişməyən dəqiqliyi. Yeni həyatların müjdəsi. Ümidsizlərə ümid vermək. Əlbəttə ki, yeni şeylər öyrənməli olduğumu ifadə eləyir. Çalışmağın nə qədər vacib olmağını. Ey məndən nə sorarsan o gülün sirri dəhanı? Fidan, bax getməsəydin, indi bütün işləri ötürərdim sənə. Yəni, özüm Fransaya gedərdim, işlər də sənə qalardı. Getmədin. Ona görə də işlərə fokusda. Sən getsən, səninlə gələn mehribançılıq da gedəcək. Sonra bizim əvvəlki kimi olacaq. Robot kimi işləyəcəyik. Fidan, doğrudan getməyinin səbəbi nədir? Tam danışmaq istəmirəm bu haqda, amma bir qərar vermişəm. Bilmirəm, düz qərardır, səhv qərardır. Amma İlyas doktorla danışmışam. Qərarından dönən deyiləm. Heç nə, getdim. Bilirsiniz, doğru qərar təcrübədən irəli gəlir. Təcrübə isə yanlış atılan addımlardan. Sən öz yanlış atılan addımlarla təcrübə qazanırsan. Və bu da sənə düzgün qərar verməkdə kömək eləyir. Məncə insan ilk növbədə özünə hörmət eləməlidir. Bu mənim yanaşmam. Sağ ol Qorxmaz. Yanaşmasa da artırmısan ha. Çox düzgün naqız gəzənmir. Qismət doktor bu klinikada mən ən belə çox zarafat elədiyim, ən yaxın bildiyim adamlardan biridir. Düz deyir. Mənim laboratoriyonu seçmə səbəbim hər şeyin analizdən başlamasıdır. Əgər analizdə səhvlik olsa, ümumiyyətlə müalicə səhv gələr. Məncə tibb düzgün diaqnozdan başlayır. Uşaq vaxtı kuklalarla oynayandan həvəsim var idi bu sahəyə. Bəlkə də buna görə tibb bacısı olmuşam. Əgər olsaydı mənim sistəki bir dadır rəsim, daşa təsir eləyərdi sözüm, ahım, nəfəsim. Kimsə bilməz hələ də eşqdə şeydalığımı, qorxuram faş ola bir gün tuta dünyanı səsi. Sevirəm mən sizi ey peyri cavanlar, eşidin. Günü gündən sizə artır yenə zövqüm, həvəsim. Gül açan vaxtı çəməndə salınız yadə məni. Sizə qurban özüməm ta sizə qurban nə kəsim. Dili biçarəmə təskinlik edənlər sizsiz. Gedib ustadilərim, yoxdur nə yarım, nə kəsim. Ey könül, sübh zamanında nəzər sal çəmənə, şanəni gör nə çəkir yasəmənə sübh nəsim. Sən də gülzar-ı vətəndə hacı mindən birisən, xatirin cəm elədi, yoxdur nə xarım, nə kəsim. Neçə vaxtdır deyirəm, maraqlı günlər yaşayırıq, fikir vermişsiniz. Mən demirsən, gələndən maraqlı günlər yaşayıram. Amili doktoru görməmişsiniz? Yox, Problem yoxdur. Hər şey qaydasında. hər şey qaydasındadır doktor. Salam doktor. Salam. Salam uşaqlar. Sahib bəy, vaxt çatdı. Əziz həmkarlar, Sahib bəy Salamiyet Klinikasının təsisçisi və sahibidir, tanıyız. İlyas doktor, otağa keçək. Filan xanım, siz də gəlin zəhmət olsun. Faş oldu mu axır sizə sahibi Salamət? Doktor, siz də bilirdiniz?
Ey Nesimi halini gər kimsə bilməz qəm deyil. Haqq bilir xəlqi cahanın sirrini həm faşını. Fidan xanım, biz sizin gitməyinizi istəmirik. Bilmirəm. Mən İlyas doktorla danışmışam. Fikrimdən çətin dönüm. Fidan xanım, tip analizlə başlayın. Siz bizlə başlamışsınız. Mən istəyərdim, siz bizlə davam edərsiniz. Sağ ol. Sağ olun. Solomet'te devam etmeyi düşünüyorum. Solomet'te ben çok yeni şeyler öğrendim, yeni yollar kat elədim. Bundan sonraki məqsədim de burada yeni uğurlar əldə etməkdir. Doktor, sizin dediğiniz oldu. Yine de problem olsa beni iyi varsınız. Alo. Mama, necəsən? Yaxşıyam, mən də çox sağ ol. Mama, mən artıq tam olaraq işə başladım. Yəni, burada işləyirəm. Bir də sənə yaxşı bir xəbərim var. Amma onu axşam deyəcəm. Yaxşı. Danışarıq onunla. Elə. Yoxdur bu rüsvalığın dərdinə dərman ey təbib. Eyləmə rüsva özün, həm qəlbimi qan ey təbib. Solomet mənim üçün çox dəyərlidir. Gözlərimi yumub fikirləşəndə Solomet'in mənə nə qədər çox təcrübələr yaşatdığını anlayıram. Bura mənim üçün çox dəyərlidir. Seyam. Sənə qarşı mənim səmimiyyətim var. Yəni, buna görə də sənə kobud davranmış ola bilərəm. Davranmışam? Yox. Amma fikirləşəndə artıq görürəm ki, mənim sənə qarşı olan hisslərim çox gözəldir. Fidan. Fidan, mən səni sevirəm. Yaxşı ki, anam məsləhəti sizin klinikaya gəldim. Gəl, mamama şəkil çəkib göndərək, o da sevinsinlər, hə? Olur. Hə? Telefon. Telefon? Aradım. Nəysə sifariş eləmək istəyirsiniz? Bir dənə bizim qəşəng şəkilimiz çəkdir, amma əl-ələ. Yaxşı? Əl-ələ. Amma şeydir, sonra nəysə sifariş eləyəsiniz. Soyuq. Var? Var, buzumuz var. Yaxşı. Tutun əl-ələ. Kameraya baxın. Sabah yeni təcrübəçi gələcək, istəyirəm bunu sən yetişdirəsən. Sağ olun.